Salam əziz izləyicilər. Bugünkü qonağımız həkim nevroloq Şəhla Bağırzadədir. Nevroloji problemlər haqqında danışacağıq və əsasən də hər kəsi yayındıran psixi pozuntular və ya nevroloji problemlərdirsə, bunları ətraflı şəkildə Şəhla xanımla müzakirə eləyəcəyik. Mən klinik psixoloq Roza Kazımlı və Şəhla xanım bugün düşünürəm ki, çox əhatəli şəkildə bu mövzuları müzakirə edəcəyik və insanları bununla bağlı maarifləndirəcəyik. Hər vaxtınız xeyir, Roza xanım. Mən də sizi salamlayım. Nəhayət ki, bu günləri görüşdük. Bəli. Neçə aylardır planlayırıq. Bu günə qismət imiş. Sizin verilişinizi də təbrik edirəm. Çox sağ olun. Sağ olun doktor. İnşallah uğur gətirsin sizə. Çox sağ olun. Zaten uğurlusuz. Bəli. Biraz da daha uğur gətirsin. Niyə bugün ilk nevroloq olaraq sizlə başladıq? Şəhla xanımla mən illərdir çalışıram və doğrudan da hər zaman çox düzgün şəkildə yanaşıb, çox pasientləri incitmədən, onlara o necə deyirlər, dağa daşa salmadan çox rahat şəkildə diaqnoz qoyur və müalicələri də çox effektivdir. Şəhla xanım, ilk olaraq nəydən başlamaq istəyirəm? Valideynləri çox maraqlandıran suallardan biri psixi pozuntular hansılardır, nevroloji problemlər hansılardır? Roza xanım, maraqlı sualdır. Psixiatriya və nevrologiya elmi bir-birindən fərqli olan elmlərdir. Biz nevroloqlar baş beyin, onurğa beyin və sinirlərin orqanik və funksional pozuntusuna məşğul oluruq və xüsusi nevroloji müayinələrlə uşaqları müayinə edib, yəni gözlə görünən müayinələrlə müayinə edib və ehtiyac olarsa diaqnostik üsullarla da istifadə edib, yəni baş beyin MRT-sidir, baş beyin KT-dir, elektroensefaloqramadır, elektromioqrafiyadır, yəni gərəkən hansı uşağa nə gərəkirsə, ona əsasən diaqnoz qoyuruq. Yəni nevrologiya elmi nevroloji müayinələrə, diaqnostik üsullara əsaslanaraq diaqnoz qoyulur. Psixiatriya elmi isə bu daha çox insanların, xəstələrin ruh halı ilə, davranışı ilə, emosional durumu ilə məşğul olan bir elmdir. Yəni bəzən heç bir diaqnostik üsullar burada köməklik eləməz. Sadəcə dediyim kimi gözlə görünməyən, əllə tutulmayan bir hisslərlə diaqnozlar qoyulur. Müşahidə yolu ilə deyək. Müşahidə yolu ilə. Doktor, hansı hallarda autizm spektr pozuntusu, diqqət əksizliyi və hiperaktivlik pozuntulu uşaqları nevroloq qəbul eləməlidir? Hansı halda psixiatr qəbul eləməlidir? Roza xanım, dünyada və Azərbaycanda elə bir ayrıncalıq yoxdur ki, autizm, autistik spektr pozuntuluq xəstələri və digər dediyimiz kimi neyroinkişaf pozuntuluq xəstələri mütləq psixiatr baxmalıdır və ya nevroloq baxmalıdır. Təbii ki, biz də gündəlik iş həyatımızda mütləq belə uşaqlarla qarşılaşırıq. Bir başqa məqam var ki, baxmayaraq ki, autizm və autistik spektr pozuntular, bunlar birbaşa bayaq dediyim kimi uşağın emosional durumu ilə, sosial həyatla, nitqi ilə, davranışı ilə əlaqəlidir. Yəni bunları nəzərə alsaq daha çox psixiatrik təbii ki, diaqnozdur. Amma autizm və autistik spektr pozuntulu uşaqlarda yanaşı olaraq nevroloji problemlər də çox rast gəlinir. Xırda yuxu pozuntusundan tutmuş ki, xırda deyirəm əslində analar üçün çox ciddi bir problem ola bilər. Yuxu pozuntusundan tutmuş epilepsiyaya qədər. Yəni mənim də praktikamda, iş praktikamda çox sayda xəstələrim var ki, hansında ki, autizm və autistik spektr pozuntulu uşaqdır, yanaşı olaraq epilepsiyadan müalicə alırıq. Bir digər tərəfdən də bəzi xəstəliklər də nevroloji xəstəliklər özünü autizm və autistik spektr pozuntulu göstərsə belə, altda yatan ciddi genetik, metabolik xəstəliklər olur. Yəni klinik olaraq uşaqda davranışında görürük həm də nitq ləngiməsi var və yaxud ümumiyyətlə nitqi yoxdur, çağıranda baxmır və s. Yəni özünü hardasa autistik əlamətlərlə göstərir, amma təbii ki, altda yatan ciddi nevroloji problemlər də var. Ona görə burada belə bir tam təbii ki, əgər siz və ya öncə bir psixiatr görübsə, araşdırılma aparılıbsa,
elmə dayalı araşdırılma aparılıbsa və altda yatan heç bir səbəb tapılmayıbsa, şəxsən mənim yanıma elə xəstələr gələndə, hansı ki araşdırıram, baxıram, altda yatan heç bir və yaxud yanaşı nevroloji heç bir problemi yoxdursa bu uşağın, o zaman təlimlərə göndərirəm, siz psixoloqlara göndərirəm və mütləq get, bir aydan sonra gəlməlisən və yaxud hansı bir dərmanlar içməlisən kimi get-gələ də salmıram. Çünki bu artıq çox da mənim xəstəm deyil. Yəni mən burada sırf nevroloq kimi heç bir şey edə bilmirəm. Bunu indi aydınlaşdıraq ki, belə çıxır ki, autizm spektr pozuntuslu uşaqlarda homorbid gedən digər yan diaqnozlar varsa, deyək ki, burada DHB-dən söhbət getmir, sırf epilepsiyadan söhbət gedir, orqanik hər hansı bir pozulmadan söhbət gedirsə, o uşaqlar təbii ki, yuxu pozuntusuna nevroloqa müraciət eləməlidirlər. Ondan əlavə olaraq bəzi pasientlər də var ki, hansı ki, hər hansı bir nevroloji problem fonunda özünü autizm spektr pozuntusu kimi göstərən əlamətlər yaradır. Yəni, deyək ki, bu əlamətlər bizi çaşdırır. Doktor, bəs hardan bilirik ki, məsələn, dərhal olaraq ki, bu autizm deyil, digər xəstəlikdir? Onu necə müəyyən edirik? Yəni, birinci günə müəyyən olunurmu, yoxsa vaxt lazımdır onun üçün? Bu çətin bir sualdır. Bunun üçün biz nevroloqlar varıq. Yəni mütləq baxdın da uşağa, tamam bu şeydir, bunun altda yatan heç bir səbəbi yoxdur da, bu bir autizmdir. Təbii ki, demirik. Müəyyən qədər çox dəqiq, ciddi anamnez toplanmalıdır uşaq doğulandan bu tərəfə. Sonra gərəkərsə ki, çox zaman ehtiyac olur, elektroensefalografik müayinə aparılır. Ehtiyac olarsa baş beyin görüntüləmə MRT olunur və ondan sonra eşitmə testi bu işdə bizə çox vacibdir olunur. Bir digər bu sualınızın o biri hissəsinə keçəcəm. Bu neyroinkişaf pozuntularında deyilsiniz, inkişaf pozuntuları ilə olan uşaqlarla kim məşğul olmalıdır sualına da. Bu yaxınlarda mənim ona aid bir mühazirəm də vardı. Sonraki illərdə neyroinkişaf pozuntularına gətirən səbəblər yeni doğulmuşlarda və mən sırf orada yeni doğulmuşlar haqqında, məsələn, yeni doğulmuşluq dönəmində beyin qanamalarıdır, sonra hipoksik işemik ensefalopatiyalardır, yarımçıq doğulmuş körpələrimizdir, beyin anomaliyası ilə doğulanlardır, beyin qıcı olması keçirənlərdir, metabolik genetik xəstəliklər olanlardır, hansı ki, sonradan özlərini sonraki etaplarda neyroinkişaf pozuntusu ilə göstərir. Baxmayaraq ki, uşaq neyroinkişaf pozuntuludur, mental motor geri qalması var, nitqində geri qalma var, sosial həyatda və s. hamısında, amma altda yatan ciddi körpəlik dövründə keçirdiyi və yaxud da ki, körpəlik dövründə diaqnoz qoyulduğu ciddi diaqnozlar var. Yəni ona görə burada belə bir ayrım etmək bir qədər çox da düzgün sayılmaz və ümumiyyətlə bu tip problemli uşaqların mütləq nevroloqa da müraciət etməsi mən belə başa düşdüm ki, elektroensefalogramma hər bir diaqnoz alan uşağa edilməlidir. Çünki ola bilər ki, yan səbəblər olsun və bu yan səbəbləri müəyyən etməkdən ötürü elektroensefalogrammadan istifadə olunur. Bir yaxşı sualdır. Keçdik elektroensefalogramma sualına və bu çox önəmli bir sualdır. Ümumiyyətlə elektroensefalogramma nədir? Bu beyin elektriksel aktivliyini göstərən müayinə üsuludur. Yəni beyin hüceyrələri bir-biri ilə impulslar şəklində danışır, belə deyək, sadə dildə desək və burada çıxan hər hansı bir problemi biz elektroensefalogrammada görə bilirik. Hər zaman deyil də, amma çox zaman. Amma elektroensefalogramma əsasən qıcolmaları ayırt etmək üçün istifadə olunan üsuldur. Bütün dünyada geniş yayılan, önəmli və epilepsiya xəstələrində istifadə olunur. Təbii ki, yanaşı olaraq bəzi durumlarda da elektroensefalogrammalar istifadə olunur. Ensefalopatiyalarda, diffuz beyin pozuntularında və s. kimi şeylər. Amma ehtiyac yoxdur, deməli başa düşürəm. Ehtiyac yoxdur deməyəcəm. Çünki çox individualdır, individual baxılır. Yəni neyroinkişaf pozuntulu xəstələrdə təbii ki, yenə də nevroloji araşdırılma aparılır, anamnez toplanılır və ehtiyac varsa, altda yatan bir səbəb və yaxud hər hansı bir
simptom hansı ki elektroensefalogramma vasitəsilə bizə kömək eləyə bilər diaqnoz qoymağa və yaxud yenə dedim autizmdə, autistik spektr pozuntuslu uşaqlarda yanaşı olaraq biz qıcolmalar, epilepsiyalar çox görürük. Hətta sizlə olan bir danışarıq o mövzudan, bəli. Ona görə sadəcə elektroensefalogramma müayinəsi çox önəmli müayinədir. Bəli, Azərbaycanda bir balaca şişirdilib, belə deyək. Şişirdilib, nə mənada şişirdilib? Bəzən psixoloqlar, əslində bu bizim xeyrimizə də göndərirlər, yəni şeydir. Amma bəzən nə axtarırlar sualına cavabı hətta özləri də bilmirlər. Sadəcə sevindirici hal odur ki, bu durumda elektroensefalografiya heç bir zərəri olmayan müayinə üsuludur və ona görə yəni edilməsində də şüası yoxdur da. Yəni edilməsində də heç bir zərər yoxdur. Amma ümumiyyətlə hər hansı bir müayinəni edən zaman sən buradan nə gözləyirsən sualı ilk olaraq qarşıya çıxır və yaxud ümumiyyətlə hər bir addım atanda, istər diaqnoz qoyanda, istər pasient müraciət edəndə düşünürəm ki, bu mütəxəssis fərq eləməz nevroloqdur, psixiatrdır, psixoloqdur. Mütləq şəkildə bilməlidir ki, o pasient bizdən nə istəyir və biz ona nə verəcəyik. Burada biz o əvvəlki məsələ olaraq ilk məqsədimiz nə olur? Uzun müddətli məqsəd qoymaq, sonra kiçik məqsədlər qoymaq və gündəm qurmaq ki, bu günlərim o qoyduğumuz böyük məqsədə çatmaq üçün biz hansı gündəmlər hazırlayaraq kiçik məqsədlərin o əsas məsələyə gedib çatacağıq. Yəni uzun müddətli qoyduğumuz məqsədə gedib çatacağıq. Amma psixiatrla nevroloqun işi nədən ibarətdir ki, bir çox hallarda düzgün diaqnozu müəyyənləşdirsin ki, daha sonraki yolumuz daha rahat olsun. Doktor, amma biz çox rastlaşırıq ki, məsələn, valideyn gəlir deyir ki, biz hədsiz dərəcədə çox analizlər verdik, nevroloji müayinədən keçdik, elektroensefalogramma istədilər, MRT istədilər, amma şübhə yaradacaq heç bir yan əlamətlər yoxdur. Sadəcə çoxlu analizlər verdilər diaqnoz qoymaqdan ötürü. Bu nə qədər doğrudur və ondan sonra da kilo dərmanlar yazmaq nə qədər doğrudur? Çünki bu məsələdə doğru yanaşma bizim işimizi də yüngülləşdirir, valideynin işini də yüngülləşdirir. Eyni zamanda düzgün mütəxəssis də uşağa düzgün yanaşma elədiyi vaxtda burada sağalma sürəsi də çox qısa olur, yəni uzanmır və ya diaqnozdan təbii ki, asılıdır. Ola bilər ki, diaqnoz çox ağır bir diaqnozu, heç deyək ki, neyroinkişaf pozuntularında biz istədiyimiz nəticəyə çatmaqdan ötürü bir çox hallarda illərlə işləyirik, aylarla işləyirik. Bu analizlər nə üçün verilir? Demək, sualınızın axırından başa gələcəm. Kilo dərman içmək təbii ki, düzgün deyil. Roza xanım, nevrologiya elmi yəni dəqiq elmdir. O əsaslandırılmalıdır hər bir şey. Yəni bugünkü gün elm o qədər önə gedir. O qədər biz də gedib gəlirik, oxuyuruq, öyrənirik. Tez-tez təlimlərdə olduğumuzu görürəm. Oluruq. Yəni heç bir şeyi elə belə olmamalıdır. Yəni mən öz adımdan danışacağam. Göz ardı olmamalıdır heç bir şey. Adından danışa bilmərəm. Həm dayalı olmalıdır, həm gözdən qaçmamalıdır, həm də əsaslandırılmalıdır ki, mən bunu niyə eləyirəm, aydın oldu. Ona görə şəxsən yəni deməyəcəm ki, analiz bu xəstəlikdə hansında ki, məsələn, metabolik bir problem altından çıxa bilər kimi düşünürsənsə, təbii ki, onu metabolik analizlərdə göndərəcəksən. Bir başqa məsələ ki, bu analizlər Azərbaycanda bahadır, yəni bütün dünyada bahadır və yaxud bəzilərin sığorta qarşılayır, bəzilərin qarşılamır. İndi nəyə yaxşıdır ki, dövlət sığortası baş beyin MRT-sini, ensefalogrammaları qarşılayır, ona görə xəstələrə çox yük düşmür. Amma yəni hamısı əsaslandırılmalıdır. Yəni vacib olarsa və təbii ki, hələ bu əsaslandırıldıqdan sonra, diaqnoz qoyulduqdan sonra dərmana ehtiyac varmı? Bu bir sual və varsa hansı dərmanlara? Bu da bir başqa sual. Yəni
individual baxılır. Doktor, baxın, bizim özümüzün də çox ciddi şəkildə əziyyət çəkdiyimiz mövzular var. Bəzən məsələn görürəm ki, autizm spektr pozuntulu uşaqdır, amma eyni zamanda uşaqda epilepsiyası var və yuxuda daha çox səhər oyanan vaxtlarda tutur. Və mən deyəndə ki, məsələn valideynə ki, bu uşağın ağır diqqət əksiliyi var və bu diqqət əksiliyi mütləq şəkildə dərman müalicəsi olmalıdır ki, paralelində biz reabilitasiya eləyək və reabilitasiya fonunda da artıq dayanıqlı bir hal alır. Tutaq deyək ki, biz diqqət tapşırıqları işlədik, uşağın əgər davranışlarında da problem varsa, səbəb-nəticə problemi, impulsivlik və s. bunları düşünərək danışmaq, düşünərək hərəkət etmək, bunların üzərində biz psixoloqlar çalışırıq və terapiyada da doğrudan da gözə görünəcək qədər çox ciddi şəkildə nəticə əldə edirik. Bu davranış problemləri olsun, istər autizm spektr pozuntusunda olan diqqət əksiliyi, hiperaktivlik yan gedirsə, həmən an uşaqla yaşanan o impulsiv davranışlar, yerli yersiz danışmaq, deyək ki, məsələn, fikrini açıq şəkildə ifadə edə bilməmək, geniş hər hansı bir mövzuya müzakirə edirsə, orada çox belə xırda şəkildə fikir bildirir. Burada terapiya mütləq lazımdır. Amma bəzi hallarda biz valideynə deyəndə ki, diqqət əksiliyi üçün burada dərman qəbul eləməlidir. Valideyn deyir ki, məsələn, mən qorxuram ki, bu dərmanlar uşağımda asıllıq yaradar və ya bəzən olur ki, diqqət əksiliyi olan, ehtiyac olan dərmanlar qəbul olunduqda uşaqlarda bir aqressivlik yaranır. Bunu biz özümüz də müşahidə edirik və təbii ki, müşahidəmiz də bir valideyn üstündə olmur da. Davamlı bir neçə valideyn əgər bu şikayəti eləyirsə, demək ki, burada problem var hardasa. Ola bilər ki, bir dərmanın yanında digər də yazılmalıdır və yaxud da ki, məsələn, hardasa səhv olunur. Bax, bunu bilmək istəyirəm ki, məsələn, epileptik tutmalar autizm spektr pozuntusunda varsa, burada diqqət üçün dərman müalicəsi yazılır və ya yazılırsa onun əks təsiri nə ola bilər? Çünki məsələn, mən istəmirəm sırf bu mövzuda biz danışaq ki, diqqət əksiliyi, hiperaktivlik pozuntulu uşaqlarda dərman asıllıq yaradırmı və ya yaratmırmı? Məncə bu çox geniş şəkildə danışılıb və hal-hazırda dərmanlar bildiyim qədərilə və elmi sübut olub ki, heç bir əgər düzgün şəkildə yazılırsa heç bir asıllıq yaratmır. Siz istəyirsiniz buna bir əhatəli cavab verin. Hansı sualdan istəyirsiniz başlayın. Çox belə mürəkkəb bir sual verdim bəli. Demək, bayaq dediyim kimi autizm, autistik spektr pozuntulu uşaqlardır və yaxud diqqət əksikliyi, hiperaktiv diqqət əksikliyi və hiperaktiv uşaqlarda yanaşı olaraq epilepsiyalara rast gəlirikmi? Rast gəlirik. Bəli. Bəzi uşaqlarda stereotipiyalar olur, autizm və ya autistik spektr və bəzi stereotipiyalar hətta qıcolmalarla səhv salına bilər. Bir başqa tərəfdən hiperaktiv uşaqlarda diqqət əksikliyi və hiperaktivlik sindromu qoyulan uşaqlarda diqqət əksikliyi komponenti üçün molekullar var, istifadə olunur bütün dünyada, protokolda, eləcə də biz istifadə edirik və yaxşı effekt də alırıq. Çox yaxşı effekt olur. Onların diqqətsizliyi hətta təlimlərə belə ciddi ziyan törədir. Məktəbə ciddi ziyan törədir. Və yaxud diqqət əksikliyi və hiperaktiv uşaqlarda yanaşı olaraq komorbiditetə görürük, siz dediyiniz kimi aqressiya görürük çox, psixozlar görünür, həddindən artıq narahatdırlar və o durumda da bəzi dərman terapiyasına ehtiyac olur. Bu artıq çox individualdır ki, ümumiyyətlə bütün dərmanlar individualdır. Xüsusən də nevroloji dərmanlar uşaqlara eləcəyi təsiri individualdır. Bəzisində oyanıqlıq verə bilər, siz dediyiniz kimi, bəzilərində tam tərsinə yuxululuq verə bilər. Burada dozdan asılıdır. Zaten onun üçün dərman əgər bu cür hamıya hər şey yaxşı təsir eləsəydi, o zaman elə hərəsindən bir dənə olardı da. Məsələn, bir molekul ondan bir ki, elə deyil. Tipdə başqa dərmanlarda deyək, elə antidepressantları deyək, nə qədər növdədirlər və ya onlardır biri hansına təsir edən, çünki elə deyil və yaxud antibiotiklardır və s. mövzudan çox uzaqlaşmır. Yəni, individual, təbii ki, təsiri individualdır uşaqlara. Yəni, uşaqlarla işləyirik, sonuçta bu cür də reaksiya verə bilər, bu cür də reaksiya verə bilər. Önəmlisi, elmi əsaslandırılaraq dərmanın verilməsi çox önəmlidir. Nəyə əsaslandım, verdim, ona önəmlidir. Diaqnoz nədir? Odur və
bu diaqnozda, bu durumda bu dərmanlar istifadə olunur. Bunun bir, yeni dediyim kimi, elmi əsası var, bunun bir statistikası var. Artıq necə təsir eləyəcəksə orada individual olaraq baxılır sadəcə. Bəli, çünki bu bizim işimizi də çox yüngülləşdirir. Əgər uşaq oturmursa, dinlənmirsə, maksimum diqqəti dağınıqdırsa, biz tutaq ki, o uşaqla nə qədər işləsək belə, dərman müalicəsi olmadan doğrudan da çox çətinlik çəkirik. Həm uşaq çətinlik çəkir, həm biz, həm də uşaq bunu dərslərdə də yansıdır və dərslərdə də problem yaşayır. Müəllimlər davamlı şəkildə şikayət edirlər ki, uşaq otura bilmir, dərsi pozur və yaxud sual veririk, görürük ki, heç elə bil ki, bizimlə deyil və eyni zamanda burada disleksiya da yaranır və disleksiya da oxumada problem yaradır. Mən çox rastlaşıram, məsələn, valideynlə cədvəl quranda, indi təbii ki, 1 saatın içində biz bir çox pasiyent yaza bilmirik. Tutaq ki, saat 2-dir və 2 artıq məşğuldur. Valideyn deyir ki, yox, biz ancaq 2-yə gələ bilirik, məktəbdən çıxa bilmirik və ya hazırlığa gedirik. Deyirəm ki, əziz ana, sən düşünürsən ki, uşağın o hazırlıqda onsuz da nəsə öyrənir, öyrənmir. Əvvəlcə biz burada diqqət əksiliyini korreksiya eləyək ki, getdiyi hazırlıqda nələrsə bəli, öyrəndiklərini heç olmasa mənimsəyə bilsin. Çünki o getdiyiniz hazırlığın verdiyi effekt sizə 10%-dirsə, hal-hazırda dərman müalicəsi və terapiyanın effekti sizin üçün daha yüksəkdir və 6 ay, deyək ki, ən az olanda 4 ay, 6 ay, bəzən olur ki, 1 ilə qədər işlədiyimiz pasiyentlər daha sonra hazırlıqda da dərslərini yaxşı öyrənə bilirlər, düzgün mənimsəyə bilirlər, ən azından dinləyirlər. İnsan dinləyəndə inkişaf eləyir. İnsan dinləyəndə qarşı tərəfi hiss eləyə bilir, başa düşə bilir. Dinləməyən adam düşünmürəm ki, qarşı tərəfi hiss eləyə bilər və qarşı tərəfin nə demək istədiyini, nə düşündüyünü başa düşə bilər. Ona görə də əvvəlcə biz diqqət əksiliyini düzəltməliyik, daha sonrasında artıq o dərslər, hazırlıqlar. Bu uşaqlarda, üzr istəyirəm sözü kəsəm, bəlkə bu mövzuya verilişdən öncə biraz da danışanda girdik bu mövzuya. Həm də bu uşaqlarda yuxu pozuntuları da çox rast gəlinir. Hansını ki, sizin... O sualı mütləq şəkildə verəcəm. Çünki mənim öz övladımın da yuxu pozuntusu olub və Şahla xanım o yuxu pozuntusu ilə bağlı müalicə librəsi olub. Və düşünürəm də ki, bu çox geniş bir mövzudur. Bununla bağlı ətraflı danışacağıq. Amma o mövzuya keçməmişdən mənim bir mövzuda sizlə istəyərdim ki, yəni valideynlər görsün, bilsin ki, bəzən stereotip davranışlar bizi aldadır. Biz hardasa yay aylarında Şəhla xanımla bir pasiyent işlədik. Demək ki, mənim çoxdan işlədiyim bir autizm spektr pozuntulu uşaq idi. Bu uşağın stereotip davranışları var idi. Eyni zamanda inkişafdan qalma, yan diaqnozu diqqət əksiliyi var idi. Tam olaraq uşaq demək olar ki, inkişaf eləməmişdi. Danışırdı, söz var idi. Amma bu çox belə deyək də ciddi şəkildə onun dərs oxumasına, kognitiv bacarıqların artırılmasına, akademik bacarıqların inkişafına mane olurdu. Dərsə gedirdi, bəlkə də kimlərsə hiss eləyirdi, bəlkə kimlərsə hiss eləmirdi. Amma valideyn uşağın autizm spektr pozuntusu olduğunu heç kəsdən gizlətməmişdim. Artıq biz işlədiyimizdən bir xeyli vaxt keçmişdi. Valideyn mənə müraciət elədi ki, uşağın diqqət əksiliyi var. Dərslərinə mane olur. Bir də Roza xanım, sanki gözlərinlə yana baxır. Stereotipiyadır yəqin ki, bilirəm elə deyəcəksiniz. Çünki autizmli uşaqlarda qəribə o cür o baxışlar, gözün çəpinə baxma, bir yerə davamlı izləmə kimi olur. Amma deyir, burada sanki gözünü qıyırmış kimi davranışlar da var. Ona nə eləmək olar? Biz buna o stim davranışlar kimi, deyək ki, elə hallarda psixiatra göndəririk ki, hal-hazırda bildiyim qədərilə bunun aktiv müalicəsi də var. Amma bu halda mənim şübhələndirdi. Düşündüm ki, ola bilər ki, epileptik tutmalar da olsun. Çünki stereotipiyə bənzəsə belə, bu vaxta kimi bu onda olmayıb. Stereotipiyə bənzəsə belə, burada epileptik tutmalar da ola bilər. Yəni, biz heç nə itirmirik. Bir şey ki, elektroensefalogrammanın ziyanı yoxdursa, yoxlaya bilərik. Və Şəhla xanım bilir ki, hər şeydən ötürü mən ümumiyyətlə nevroloji müayinəyə deyim ki, məsələn, dərhal müraciət edeyim ki, tutalım, hamını göndərim gedən elektroensefalogram. Bunu eləmirəm. Amma burada düşünürdüm ki, zəruridir, vacibdir və doktor bunu
belə deyək, bu pasiyenti yoxladı, müşahidə elədi və doğrudan da epileptik tutmaları olduğunu gördü. Doktor, bu barədə istəyirəm danışasınız. Bu barədə artıq hamısını danışdınız. Həqiqətən, yəni mən də sizin sözünüzü şey edəcəm. Göndərdiyiniz o pasiyentdə... Məsələn, nə müşahidə edəcək və hansı dərmanlar olmalıdır ki, o uşaqlarda effekt olsun? Orada sadəcə yenə də dəqiq ciddi anamnez toplanıldı. Təbii ki, uşaqla illərdir işlənilmişdi və çox yaxşı nəticələri də var idi. Ana da çox razı idi ki, öncəki durumu ilə indiki durumu arasında çox davranışında, nitqində, sosial həyatda, məktəbdə yaxşılaşması var və zaman-zaman fərqli hərəkətləri var idi deyib demişdi, hətta ana göstərirdi və onlar həqiqətən də stereotipiya idi. Amma bu son dediyi, şikayət elədiyi hərəkət hansı ki, gözlərin və başın bir tərəfə döndərməsi deviasiyası deyirik biz. Onu deyəndə biraz xoşuma gəlmədi. Sonuçta biz də artıq illərlə işləyincə nəyi görməzdən gələ bilərsən, nəyi görməzdən gəlməməlisən artıq bilirsən. Və o durumda bir elektroensefalografik müayinəni lazım bildim. Düzgün 1 saatlıq yuxu ilə bərabər EEG müayinəsi çəkildi və ciddi bütün beyinə yayılmış generalizə deyirik, generalizə bir epilepsiyası aşkarlandı və yanaşı olaraq bu durumda mütləq antiepileptik dərman içilməlidir. Çünki həm klinik olaraq qıc olma var, həm elektroqrafik olaraq biz onu təsdiqləmişik və dərman terapiyasına başladıq və hal-hazırda o durum aradan götürüldü. Yəni belə uşaqlarda bəzən ehtiyac olur, görürük və ehtiyac. Burada bir haşiyə çıxım, hətta autizm spektr pozuntusunun bir hissəsi olan dil, nitq problemi nevrologiyada çox ciddi sindromlar var. Hansında ki, uşaq gəlir şikayəti nitqlə bağlı, nitqi yaxşı formalaşmayıb və yaxud öncədən daha yaxşı idi, indi pisləşmə olub və yaxud bir autistik uşaqdır, yendirəm, nitqi istədiyimiz kimi deyil və onun bir elektroensefalografik müayinəsini deyəndə, əsasında yuxu EEG-sini çəkəndə çox ciddi epileptik deşarjlarla qarşılaşırıq ki, bu da sindromlardır və bunu müalicə etmək, təbii ki, bunu müalicə etməsən zaten bu uşaq düzəlməz. Və yenə mövzumuz bu elektroensefalografiya müayinəsinə gəldi. Burada sadəcə bildirmək istəyirəm ki, sizdə çoxdandır görmürəm, sizi də məlumatlandırım. Elektroensefalografik müayinə bizim klinikada hər növü var, yəni həm oyanıq EEG-si, həm oyanıq yuxu EEG-si, həm gecə boyunca elektroensefalografik müayinə ki, çox önəmlidir. Bəzən gün ərzində oyaq vəziyyətdə olmayan problemləri gecə yuxusunda biz aşkar edirik. Bu bütün dünyada çəkilir və bizdə də gecə. Hətta xəstələrə rahat olsun deyə, uşaqlara, böyüklərə rahat olsun deyə evdə müayinələrimiz var. Evdə gecə EEG müayinəsi var. Autistik uşaqları klinikada yatırdıb çəkmək hər zaman asan olmur. Çox çətinliklə qarşılaşırıq. Ya gündüz yuxular olmur və yaxud gəlib başqa yerdə yatmırlar. Onlara evdə öz evlərində, öz yataqlarında çəkilməsi daha rahat olur. O müayinədə, xidmətdə bizdə var. Yəni elektroensefalografiyaya aid olan bütün xidmətlər bizdə var və geniş istifadə edirik. Doğrudan da mən sizə çox güvənirəm. Gəlir indi əsas məsələyə. Güvəndiyim üçün də Şəhla xanımı mən artıq illərdir tanıyıram və bizim ortaq çox yaxın insanlarımız var. Hansı ki, mən bilirəm ki, o həkimlər də hələ heç kimə güvənmirlər və ilk olaraq bizim tanışlığımızda elə Nigar xanımı salamlayıram buradan. Nigar xanım sayəsində olur və Nigar xanım mən bilirəm ki, ümumiyyətlə həkimlərə qarşı çox seçici davranır və ən yaxşıları hər zaman təklif eləyir, ən yaxşılara yönəldir. Mən məsələn həkim axtaranda ən yaxşısını Nigar xanımla məsləhətləşirəm ki, siz mənə ən yaxşı kim məsləhət görərsiniz. Və illər qabaq, artıq 7-8 il bundan qabaqdan mən Şəhla xanımı sırf
yuxu pozuntusu ilə bağlı olan uşaqlarda, enureziya olan uşaqlarla bağlı, yəni qarşılıqlı işlədiyimiz üçün tanıyıb işlədiyinin də effektini doğrudan da görmüşəm. Şəhla xanım, mən sizə 3 il və ya 4 il əvvəl, 3 il qabaq oğlum Rəsulla bağlı müraciət eləmişdim ki, Rəsul yaxşı yatmır, doğulan gündən yaxşı yatmır və hər kəs deyir ki, 2 yaşa qədər yuxu oturuşur, gözləmək lazımdır. Amma mənim kimi işləyən anaların çox güman ki, bilirəm ki, mənim kimi də narazı olan valideynlər var ki, uşaqları yatmayanda səhər işə də getməlidirlər və düşünürəm ki, ümumiyyətlə yatmayan bir uşaq səhər də çox yaxşı şəkildə inkişaf eləyə bilməz. Yuxusuz uşaqlar var. Tamam 2 yaşı ötdü və uşaq artıq yəni elə bir yaşdadır ki, onun yuxusu oturuşmalıdır. Və özüm də çox rast gəlinirəm. Tutaq səhər saatlarında bizə gələn autizmli uşaqlar var ki, valideynləri deyir ki, biz səhər gətirə bilmirik uşağı, çünki uşaq gecələr yatmayıb və gecələr yata bilmir. Biz məcburən uşağı səhər yatırdırıq. Bizə gələndə də artıq uşaq o gecə yuxusunun yatmadığına görə insan nə qədər səhər yatsa da oyaq ola bilmir. Yəni biz öyrətdiklərimizi də ondan ala bilmirik. Belə halda mən deyirəm ki, soruşuram ki, nəyisə içirmi, melatonin qəbul eləyirmi yoxsa yox. Deyirlər ki, yox, qorxuruq, uşağa asıllıq verər və biz dərmana qarşıyıq. Və mən özüm verəndə də indi biz özümüz də savadlı insanlarıq, mənim yoldaşım da, bu işin içərisində olan bir insan kimi deyirəm ki, mənim anam da hər mən oğluma melatonin verəndə baxmayaraq çox aşağı dozundan verirdim. Deyirdi ki, sən necə anasan, uşağına dərman verirsən, uşağı dərmanla yatırdırsan, sən yuxuvu pozmalısan və uşağınla səhərə qədər oturmalısan. O nə vaxt yatar, sən də ondan yatarsan. Mən ilk olaraq mütəxəssis olaraq deyirəm, mən yuxusuz qalmasını və belə deyək də səhər onun yuxulu olmasını qəbul edə bilmirəm. Düşünürəm ki, dərmanla axşam yatması onun üçün daha xeyirdir, nəinki gecə yuxusuz qalması kimi. Mən mütəxəssis kimi yanaşıram burada da, tək ana kimi yox. İstəyirəm siz bununla bağlı məlumat verəsiniz ki, melatonin nə qədər uşağa ziyanlı ola bilər və ya melatoninin qəbulundan sonra uşaqda asıllıq yaradarmı? Melatonin asıllıq yaradırmı? Yox, melatonin asıllıq yaratmır. Melatoninin yarın təsirləri varmı? Təbii ki, var. Bütün dərmanların olduğu kimi. Böyüklərdə daha geniş istifadə olunur. Hətta xaricdə marketlərdə belə melatonin satılır. Uşaqlara biz onu düzgün dozla mütləq şəkildə lazım olan şey. İndi bir başqa məsələ də var ki, sizin uşağınıza verdik və üzümüz ağ oldu, amma bütün uşaqlara veririk üzümüz ağ olur kimi də deyil burada. Yuxu pozuntusu yetərincə ciddidir. Ciddi bir mövzudur. Yuxuya getmə çətinliyi bir başqa mövzudur. Parasomniyalar, yəni yuxuda baş verən gəzmələrdir, gecə terrorudur. Bu bir başqa bir mövzudur. Çox analar bununla bizə müraciət edir. Mütləq şəkildə yenə də düzgün bir anamnez toplanmalıdır. Çoğu zaman bu yuxu pozuntusu sadəcə anaların düzgün davranışı ilə, o yuxu tərbiyəsinin verilməməsi ilə əlaqəli olur. Bir baxırsan ki, nə bilim, gün ərzində yatıb, anaya belə rahatdır, mən gecə saat 3-də uşağımı yatızdırıram, səhər yatır, ay belə yatma, ay ağladı, götürdüm, gəldim yanıma, elə yanımda yatır və yaxud bəzi uşaqlar var ki, ümumiyyətlə gecələr ürəyiniz nə istəyir eləyir, nə bilim, dururlar, televizor yandırırlar, baxırlar, nə bilim. Yəni, burada artıq təbii ki, uşaqda bir ciddi yuxu problemi deyil də, sadəcə davranışın, yuxu tərbiyəsinin və ümumiyyətlə tərbiyənin və disiplinanın olmamasıdır. Burada istəyirsənsə melatonini və yaxud dediyimiz kimi kilo ilə ver və yaxud nə dərman versən ver, heç bir təsir olmayacaq. Amma melatonin verəndə ümumiyyətlə uşağı çox yaxşı yuxu tərbiyəsinin, yəni sırf verdiyimiz anda formalaşdırmaq mümkündür. Mən ümumiyyətlə düşünürəm ki, uşağın yuxu tərbiyəsi verilsə belə, yenə də problem varsa, burada nevroloji müayinə mütləqdir. Bilinsin ki, uşağın deyək ki, yatmama və ya yuxuya getməmə səbəbi nədir? Tam da mən o cümləni istifadə edirəm valideynləri ki,
bu uşağın altda yatan bir ciddi nevroloji problemi yoxdur. Və insan valideyn psixologiyası da müxtəlifdir. Bəziləri yox doktor, yenə də dərman ver, yatsın, mən yatmalıyam. Təbii ki, demək ki, onun psixoloji durumuna pis təsir, həyat keyfiyyətinə pis təsir edir və s. Amma bəzi analar da deyir ki, eybi yox, yatmır, yatmasın. Önəmlisi altda yatan ciddi problem yoxdur. Eybi yox, mən dözərəm. Çünki bəzən həqiqətən də heç bir problemi olmayan və hətta yuxu tərbiyəsi də düzgün verilən uşağın yuxu pozuntularına biz rast gəlirik. Və yaxud da ki, uşaqlar var ki, ümumiyyətlə insanlar var ki, yuxu tələbatı daha azdır. Amma bu yuxuyla bağlı verilən dərmanlar təbii ki 2 yaşdan sonra, yəni körpə uşağa yuxu dərmanının verilməsini mən də əleyhinəyəm və hətta ədəbiyyatlarda da o cümlə də gedir ki, ana ilk aylarda öz rejimini uşağa uyğunlaşdırmalıdır. Birincisi, altda yatan daha başqa pediatrik səbəblər aradan götürülməlidir. Çünki körpələrdə bilirsiniz, köpüdə olanda, qulağı da ağrıyanda hər bir şey yuxu pozuntusu. Bəzən köpüdə olanda dərman vermirlər, bəzən dişi ağrıyanda dərman istifadə edirlər. Dərmana çox qaçmaq, ümumiyyətlə dərmana qaçmaq çox lazım deyil. Mən amma doktor tərəfdarısı dərman. Bəli, çox tərəfdarıyam dərman. Mən bunu belə deməyimə baxmayaraq özüm də lazım durumlarda düşünmədən yadımdadır sizin içəcəm də və verəcəm də. Sırf yenə melatoninə dönsək, bugün biz elektroensefalografik müayinəni də çəkəndə bəzən melatoninlə istifadə edirik və bir digər antihistamin preparatdan da istifadə edirik. Onların beyinə belə bir zərəri yoxdur. Ensefalografik elektriksel aktivliyə mənfi təsir göstərmir. Yəni böyük anlamda düzgün verilərsə heç bir zərəri yoxdur. Əsas odur ki, təsir göstərmir. Çünki çox eşidirəm. Hətta mən bunu bir həkimin birindən eşitmişdim ki, dedi ki, autizm spektr pozuntulu uşaqlar həftədir hal-hazırda nədən əziyyət çəkirlər? Onlara körpə vaxtı antihistamin verilir. Belə mən sakitcə qulaq asdım, inanmazdım ki, bunu bir həkim söyləyər. Qulaq asdım, dedim axı bu günlərin ümumiyyətlə hal-hazırda tam səbəb tapılmayıb. Autizm spektr pozuntusu nədən yaranır? Əsas məsələ isə ASP sonradan yaranan problem deyil. Bu doğuşdan gələn və doğuşda artıq belə deyək də müəyyənləşməsə də, yəni sonradan yaranan bir xəstəlik olmadığı üçün biz onu təbii ki körpəlikdə görmürük, bilmirik, amma zaman keçdikcə 6 ayından 7 ayından müşahidə edirik. Və bir çox autizm spektr pozuntulu uşaqların da yuxu problemi olduğu üçün onlara da antihistamin tərkibli dərmanlardan istifadə edilir və hər kəs düşünür ki, uşağın inkişafdan qalma səbəbi bu antihistamin və ya melatonin tərkibli dərmanlarla bağlıdır. Deyilən hər bir şey, onlar, düzdürmü? Deyilən hər bir şey elmə dayalı olmalıdır. Əgər bəlkə də o həkimin əlində hansısa bir elmi sübut var, hansısa bir məqalə var və ya statistika aparılıb, okey, onunla tanış olub şey edə bilərik. Olsaydı çox güman bizim də xəbərimiz olar. Amma yəni necə ki autizmin, autistik spektr pozuntularının tam olaraq nədəni bəlli olmur. Eləcə də bu dərmanın ona belə bir nə bilim gerilir. Yəni bunlara çox biz gendirəm elmi əsaslanırıq. Dərmanlarından xəbərimiz var, bilirik, istifadə olunur illərlə. Antihistamin preparatlar da bəzən lazım olan durumlarda, yuxu pozuntularda istifadə edirik və bir zərərini də indiyə kimi görməmişik. Yuxu pozuntularında valideynlərə bir neçə deyək ki, köməyim olsun deyə istəyərdim misallar çəkim, nələr edə bilərlər. Ümumiyyətlə yuxu pozuntusu olmasın deyə və ya bunu aradan qaldırmaq istəyirsinizsə, mütləq şəkildə disiplin olacaqsınız. Yəni doktor, burada disiplin çox önəmlidir və uşağınıza ürəyim ağrıdır və yaxud da ki, tutaq deyək ki, uşaq axşam 7-də yuxusu tökülür, yatmaq istəyir, ürəyim ağrı deyib yoxdur, bir yarım saat yatsın, dursun. Bu hallar ümumiyyətlə yuxu düzənini pozar. Yuxuya getmək üçün uşaq mütləq bir saat, bir mühit yaratmaq lazımdır. 10 dəqiqə qabaq ekran qarşısında əgər durursa uşaq və sonradan gəlir işıqlı bir otaqda sadəcə onun yatdığını görürsə yatmayacaq. Uşaq istəyir ki, ailəsi, atası, anası, hər kəs yuxuda olsun. Ümumiyyətlə yatmaq istəmir. Maraqlıdır artıq hər şey onun üçün. O dünyanı kəşf eləyir, körpədir və görür ki, atası, anası
yatması, hər kəs oturub maraqlıdır, əyləncəlidir, oyunlar var orada, oyuncaqlar var və təbii ki, yatmayacaq. Uşaq üçün mütləq bir mühit yaratmalıdırlar. Otaq havalandırılmalıdır, otağa mütləq qaranlıq eləyəcəksiniz çox azacıq işıqla və axşam saat 9-un yarısı 9 artıq uşaq yatağında olmalıdır. Yatsa da, yatmasa da uşaq yatağında olmalıdır və deyərdim ki, mən öz övladımda da bunu görürəm. Balaca oğlum uzanır və mən ona nağıl danışan kimi sanki bir mut rejimə girir. Uşaq susur və 4 nağıla qədər davamlı şəkildə oxuyuram. Çox sakit şəkildə dinləyir. Nəyə xoşuma gəlir? Gələcəkdə dinləmə qabiliyyəti də formalaşmış olur. Görürsüz, məsələn, bir nağıl danışmağımız belə uşağın gələcək inkişafına, həyatına da təsir göstərmiş olur. Mən də öz praktikamdan deyim. Birincisi, mən ümumiyyətlə çox disiplinli insanam və uşaqları da böyütmə zamanım disiplina daha önəmli olan zamanlarıma, daha gənc və universitet oxuduğum zamanlara rast gəlib və demək evdə qonaq oldu, olmadı və yaxud biz nə bilim meşədəyik ki, indi uşaqlar baxsa onlar güləcəklər, artıq böyükdürlər, güləcəklər. Meşədəyik, bütün uşaqlar oynayır, fərqi yoxdur. Saat 1-dən 2-yə ki, mənim uşaqlarım yatmaq vaxtıdır və maşında belə olsa onlar mütləq şəkildə yatmalıdırlar ki, gecə yuxusu pozulmasın. Qonaq gəldi, oldu, olmadı, hamı qonaqlara sağ ol deyiləcək və uşaqlar yatacaq. Hətta siz dediyiniz kimi bir dəfə heç yadımdan çıxmır, belə 3-4 yaşları var, artıq hətta biraz da balacadılar. Bilirlər ki, artıq ananın heç nağıl oxumağa belə vaxtı yoxdur sizin kimi. Sadəcə bay-bay, yatılmalıdır, qutardı getdi. Demək, qoymuşam yatmağa bunlar üstündən saat yarım keçib gəlmişəm otaqdan nəsə götürmək. Görürəm, ikisinin də yuxusu gəlmir. Elə öz yataqlarında sadəcə oturublar, sakit-sakit oynayırlar. Amma yəni bilirlər ki, yuxu vaxtıdır və artıq ana bunlara burada analıq eləməyəcək də. Yəni dur, gəl məsələsi ola bilməz. Ya sadəcə yuxum gəlmirdi, indi oturmuşam yerində oy. Yəni disiplina o qədər mütləq önəmli idi ki, hətta yuxu gəlməsə belə sən o disiplinadan qırağa çıxa bilməzsən. Mənim bu takıntılı mövzumda. Hətta biz məsələn bəzən olur ki, evimizə qonaq gəlir və ya çox yaxın ərazidə olan yaşayan bir insana qonaq gedir. Mən də elə uşaqlarla deyirəm artıq yatıblar. Baxıram onların uşaqları oynayırlar. Gözlərindən yuxu tökülə oynayır. Bu uşağın yatması nə vaxt olacaq, durması nə vaxt olacaq, gün orta saata nə vaxtda düşəcək. Onun üçün də mənim uşaqlarım səhər 8-dən 9-un yarısı artıq yuxudan oyanırlar və günorta yatırlarsa 1-dən 3-ə qədər, yatmayanı məcbur eləmirik, amma axşama qədər də yatmağa qoymuram. Bəli. Ki, əgər o gözləsə, üzü axşama doğru 4-də, 5-də yuxulayacaqsa, biz onu yatırdacaqsa, bu problemlərlə çox rastlaşırıq. Əmin olun ki, belə qədər sizlə oturacaq və belə də valideyn dincəlməyəcək. Baxın, valideyn əgər dincəlmirsə, valideynin xoşbəxt olacaq bir resursu yoxdursa, o yaxşı ana ola bilməyəcək. Tamamilə. Və ana kimdir? Ana təbii ki, uşağın, mən hər zaman deyirəm ki, düşünürsünüz ki, ana qul olmalıdır, ana öz həyatını tamamilə uşağa verməlidir. Xeyr, amma ana yararlı bir insandır. Ana yararlıdır və uşağın ən çox ehtiyacı olan insandır. Əgər ana gecə yatmırsa, uşaqla bir oyanır, uşaqla biri yatırsa, bir saat olsun özünə vaxt ayıra bilmirsə, kinoya baxa bilmirsə, bir yoldaşı ilə oturub söhbət edə bilmirsə, vaxt ayıra bilmirsə heç bir şeyə, ananın təbii ki, əsəbləri gərgin olacaq və gün ərzində də o emosional durumu uşağa təsir göstərəcək. Yəni, uşağı gün orta 1-3 arası yatırdın. Gecə də tez qoyaq. Bəli, axşam da saat 9-un yarısı qoyacaqsınız. Siz də xoşbəxt olacaqsınız. Yatmayanda götürüb gələrsiniz. Bəli, yatmayanda götürüb gələrsiniz. Amma ümumiyyətlə, mən axşam kiminsə nə evinə uşaqla getməsini sevmirəm, nə də özüm heç gələrsə həkimin yanına. Həkimin yanına. Bəli, belə olduğu halda Şəhla xanıma müraciət edin. Və ya doğrudan da yuxu təlimi alın. Yuxu təlimi alan analar özləri də görəcəklər ki, fərq nə qədər görsənir. O, onların şəxsən psixoloji durumu ilə deyirəm, əlaqəlidir. Doktor, yuxudan da danışdıq və digər məsələ, bir çox hallarda ürək ağrısı ilə tək əlamət olan, deyək ki, ürək ağrısı, boğulma, sıxılma, derealizasiya, depersonalizasiya, yəni reallıqdan qopma,
öz deyək ki, bədənini, əlini belə yad bir şey kimi tanımaq, əsasən də nəfəsdə o sürətli nəfəsin alınıb verilməsi və düşüncə olaraq mən öləcəm, mənə pis olacaq, mən indi dəli olacağam düşüncəsindən bir çox insanların ilk müraciət elədiyi yer kardioloq olur. Mənim ürəyim niyə ağrıyır və gördüyüm bir çox insanların da ürəyi ağrıyır görürük və daha sonrasında infarktdan və yaxud digər hər hansı bir ürək xəstəliklərindən dünyasını dəyişir. Və bir çox hallarda da kardioloqlar ya yönəltmirlər, ya yönəltməyəndə də deyirlər ki, sənin işin yoxdur. Antidepressant yazdıqlarını da müşahidə eləmişəm ki, məsələn antidepressant yazırlar, deyirlər ki, bu nevroloji bir problemdir və panik atak keçirdirsiniz. Keçib gedəcək, qorxmayın. Ümumiyyətlə baxın, uşaqlarda yəqin ki, siz çox rastlayırsınız. Yeniyetmələrdə daha çox. Bəli, daha çox məsələn 8-9 yaşlarında uşaqlarda mən çox rastlayıram. Eyni zamanda həm konversiyon pozuntu, yalançı o tutmalar və eyni zamanda panik pozuntundan çox rastlaşıram. Ümumiyyətlə nevroloqlar panik pozuntunu müalicə edirlərmi və edəndə ümumiyyətlə nələrə daha çox üstünlük verirsiniz? Deyək ki, məsələn, biz psixoloqlar orada düşüncə problemlərini aradan qaldırırıq. Eyni zamanda relaksasiya tapşırıqları, rahatlama tapşırıqları əzələlər üçün, eyni zamanda düşüncələri sakitləşdirmək nəfəs tapşırıqlarından istifadə edirik və CBT-də də bu ümumiyyətlə deyək ki, hal-hazırda düşünürəm ki, psixoterapiya elmi sübutla 70% panik ataka daha çox dəstəkdir. Kardioloqlar müraciət deyək ki, yönləndirəndə daha çox nevroloqlara nəyə çox aksent verirsiniz panik pozuntusu insanlarda? Kardioloq məsələsi biraz o daha çox başda dediyimiz biraz daha böyük yaşlı xəstələrə aiddir. Bəli. Sırf ürək nahiyəsində olan ağrılardan və bu durumda təbii ki, kardioloqa, hətta ilk olaraq nevroloqa gəlsələr belə kardioloqa yönləndirilir və bir kardioloji müayinədə heç bir problem olmaması önəmlidir. Uşaqlarda o ürək nahiyəsində ağrı şikayətləri olur zaman-zaman, amma böyükləri təqlid edirlər bir çox hallarda. Böyükləri təqlid və altda yatan ciddi səbəblər təbii ki, kardioloji olmurlar, amma bunu bir anamnez toplayan zaman mütləq şəkildə başqa səni yönəldəcək bir simptomları da olur. Anasının danışdıqlarından, uşağın özünün davranışından danışdıqlarından və bunun bir nevroloji problem olduğunu görə bilərsən. Panik atak mı keçirir, ümumiyyətlə bir altda yatan bir təşviş, həyəcan var. Bu durumda nə edirik? Ümumiyyətlə sinir ağrıları niyə görə daha çox bədənin sol tərəfinə verir? Yəni çox vaxtı baxırıq ki, deyir ki, məsələn, sol hissəm ağrıyır, sanki ürəyim ağrır, amma hamı deyir ki, bu nevrolojidir, narahat olmur. Sadəcə solda ürək solda yerləşdiyi üçün o dəqiqə hamı sola daha çox aksent verir və o dəqiqədə ürəkdən düşünürsünüz ki, bu daha çox histerik vəziyyətdir. Yoxsa ki, sağla solun sinir ağrısında belə bir fərq elmi olaraq olmamalıdır. Dediyim kimi, bu uşaqlara biz dərman terapiyası veririkmi? Bəzi hallarda verilir. Təbii ki, ilk olaraq daha çox üstünlük verilir psixoloq, psixoterapiya kurslarına mütləq şəkildə o cür yanaşılır. Xüsusən də yeniyetmələrdə altda yatan səbəblər olur və mən şəxsən nevroloq kimi bunları çox araşdırmıram. Nə ona zamanım yoxdur, nə o mənim işim deyil. Onun üçün sizlər varsınız. Yönləndirilir və altda. Bəzən tək psixoterapiya kursu kifayət eləmir və bu uşaqlara dərman terapiyasına ehtiyac olur. Orada sırf individual dərman seçilir. Az dozla hətta antidepressant belə verilə bilər. O cür xəstələrim çoxdur və çox yaxşı effektlərimiz də var. Yenə deyirəm, yanaşı olaraq pis. Çünki dərman bir yerə qədər və yaxud bir müddətə qədər. Amma niyə bu uşaq bunu araşdırılanda zaten 2-3 cümlədən artıq görürsən ki, valideynlərinin arasında problem var və yaxud yarımçıq ailədir, tam deyirlər və yaxud uşağa olan münasibət və yaxud məktəbdə hansısa bir mobbing var və s. Yəni altda yatan səbəblər çox
çox olur və bunu siz psixoloqlar araşdırılır, tapır və yenə deyirəm, təbii ki, belə uşaqlarda həm bizim üçün biraz da can qurtarma olur. Şəxsən mən elə şeydir. Bəzən elə müayinə etdim, baxıram ki, yox, mənlik bir şey yoxdur burada. Dərman terapiyasına da hələ ehtiyac yoxdur. Sən get psixoloqun yanına. Yəni bununla da hətta işim bitmiş olur mənim burada bu uşaqlarda. Doktor, baxın, var tiklər və eyni zamanda məsələn enurezlə də belə çox rastlaşırıq. Valideynlər istəyir ki, uşağın istər enurezi, istər tik problemləri dərman müalicəsindən dərhal aradan keçsin, getsin. Amma bəzən bu bir vərdişdir. Vərdişə çevrilir. Çünki bir çox hallarda enurezi biz hansı hallarda müşahidə edirik? Diqqət eksikliyi olan uşaqlarda çox müşahidə edirəm ki, valideyn deyir ki, daha çox burada bilmədən deyil də ertələmək, məsələn, indi getməyim birazdan gedərəm və ertələmək yolu ilə uşağın yayınması enurez hallarından daha çox müşahidə olunur. Görürsən ki, məsələn, gündüz də olur enurez, tək gecə enurez yox, gündüz də olur. Bu tək dərman müalicəsi ilə aradan qalxa bilərmi? Məsələn, istər tiklər, istər enurez. Əgər uşaq günüzdə sidiyə gedirsə, o zaman tək gecə deyil, günüzdə təbii ki, burada davranışsal tərbiyə və tualet tərbiyəsinin olmamasıdır. Amma gecə enurezi deyilən bir diaqnoz var ki, burada çoğu zaman psixoterapiya ilə tək köməklik etmək mümkün olmur. Mütləq şəkildə dərman verilməlidir. Nə ilə əlaqəlidir bu gecə enurezi deyək? Desmopressin hormonu var. Bəzən o hormonun ifrazında disbalans yaranması ilə və yaxud uşağın həddindən bərk yatması ilə, o siqnal getməməsi ilə əlaqələndirilir. Düşünürəm ki, burada dərman müalicəsi daha önəmlidir. Dərman müalicəsinin effekti çoxdur. Bir nəsildən gələn də bir şey olur. İrsiyyət var, söhbəti var. Əgər atada və ya anada uşaqlıqda olubsa, uşaqda da olur. Hətta onların yaşı da nə zaman bitibsə, uşaqda da o yaşlarda bitir. Mən çox müşahidə edirəm. 11-ci sinifdə, 9-cu sinifdə daha çox. Bəzən sadəcə həftələr içində çox sayda olduğu üçün bu valideynləri çox narahat edir. O zaman dərman veririk. Eləcə də tik pozuntuları da funksional pozuntudur. Bəzən altda ciddi nevroloji səbəblər ola bilər, bəzən olmaz, sadəcə motor tiklar olur, vokal tiklar olur. Daha ciddi xəstəliklərimiz var, sindrom Turet deyilən, hansında ki, motor, vokal və mürəkkəb tiklar var. Orada da sırf onlara uyğun protokolla dərman müalicəsi var və lazım olduğu dönəmlərdə istifadə olunur. Doktor, düşünürəm ki, biz çox əhatəli şəkildə bu barədə danışdıq və onu da qeyd eləmək istəyirəm ki, istər enurez, istər tik pozuntuları, əgər orada psixoloji səbəblər varsa, mən ümumiyyətlə bayaq da qeyd elədim, dərmana qarşı olmayan mütəxəssisəm. Bunu övladlarıma da istifadə elədiyim üçün hər kəsə də məsələn tövsiyə edirəm ki, mütləq şəkildə siz bir mediklə, həkimlə danışmalısınız bu barədə. Amma bəzən elə olur ki, tutaq deyək ki, çox rastlaşırıq. Həkimlər deyir ki, ehtiyac yoxdur. Biz özümüz müalicə eləyəcəyik və uşağın tikləri aradan qalxacaq və necə olur? Dərman müalicəsi sürəcində uşağın tikləri aradan qalxır və ya kəkələmə deyək. Kəkələmə doğrudan da müşahidə edirəm ki, aradan qalxır, gedir və valideyn zəng edir ki, məsələn, Roz xanım, dərman müalicəsindən biz effekt əldə elədik, çox sağ olun və s. və biz terapiyaya davam eləmək istəmirik. Dərman müalicəsi qutaran kimi uşaqda təkrardan kəkələmə də başlayır, tiklər də özünü göstərməyə başlayır və axşam yerin islatıma niyə görə bunların üçünü də eyni vaxtda verdim? Çünki eyni rastlaşdığımız problemlər bu üç diaqnozda daha çox müşahidə olunur. Valideynə deyirəm ki, məsələn, kəkələmədə əgər nəfəs aktı pozulubsa və burada əsas problem nevroloji yox, psixolojidursa, biz hər bir şeyi dərmanla əlaqələndirə bilmərik ki, məsələn, burada dərman müalicəsini tək alsa, aradan qalxacaq. Və kəkələmədə əgər nəfəs aktı düzəlmirsə, eyni zamanda uşağın o yan diaqnoz olaraq deyək ki, stres, gərginlik, stresə davamlılıq və hiperhəssas olması kəkələməni daha da artırmış olur. Çünki deyək ki, bir təşvişli bir insan, onsuz da nəfəs aktı, təşvişli bir insan nəfəs aktı pozulur, düzgün nəfəs ala bilmir və eyni zamanda da bəzən genetik olur, evdə atası, anası və ya kimlərindəsə görür. Bu bir
vərdişə də çevrilir, başlayır vərdiş formasında istifadə eləməyə. Onun üçün sual verdim ki, yəni tutaq dərman müalicəsi aldığı sürəcdə biz bu uşağın effektini görürük. Niyə dərman kəsiləndə təkrardan bu problemlər baş qaldırır? Rozxan, kekələmə haqqında heç bir şey deməyəcəm. Niyə? Çünki kekələmənin birbaşa dərman müalicəsi yoxdur. Yoxdur. Yanaşı olaraq əgər uşaqda nevroloji başqa pozuntular, anksiyetəsi falan varsa, o zaman onu aradan qaldıra bilərik. Amma sırf kekələmək üçün dərman dünyanın heç bir yerində yoxdur. Amma anksiyetədə bəli, istifadə olunsa daha yaxşıdır ki, bu da nəfəsə təsir göstərir. Sizin işiniz burada loqoped və psixoloq işidir və əgər kekeləyən uşaq mənə müraciət edirsə və yanaşı olaraq heç bir yentirən başqa bir nevroloji problem yoxdursa, bu göndərilir psixoloqa, loqopedə, onlar aradan götürülür. O biri məsələlərdə hansında ki, enorezin çox az 1-2% altda yatan başqa bir səbəblər də olur. O da böyük yaşlara qədər davam eləyir. Yendirəm, onun da müayinəsində bir başqa səbəblər çıxır. Qalan 98% hallarda enorez zaten aradan götürülür. Təbii ki, psixoloq işləməsi lazımdır. Təbii ki, müəyyən qədər bir müddət terapiya veririk, amma heç mənim öz praktikamda sonra gəldi də 17 yaşına çatdı da hələ də 1 yaşından indiyə kimi enorez davam edir kimi müşahidə etməmişəm. Tik məsələsi, tik bir balaca çox da üzü ağ eləməyən bir məqamdır. Tikların özünə spontan da keçə bilir bəzən. Epizodik tiklar da çox rast gəlinir. Bəzilərinə terapiya veririk, çox sevinirlər, xoşbəxt olurlar, gedir qohumunu gətirir tiklə, xırda motor tiklardan və onu nə edirsən, heç cür aradan qaldıra bilmirsən. Yəni, müxtəlif olur. Zaten bu tikların özlərinin bir gedib gəlmə kimi elə bir xüsusiyyətləri var. Bir çox hallarında, məsələn, mənim müşahidəmdə deyək, tikləri mən isterik görürəm və rastlaşdığım, uzun müddət işlədiyim bir tik pozuntulu pasiyentim var idi. Deməli, bu uşaq yəni bütün tiklər heç bir tikdən məhrum qalmayıb. Motor, səs, hamısın, bütün mimik tiklərə qədər uşaqda var idi. Və alt səbəb isə anasından istədiyi diqqəti görməməsi idi. Əslində anası ona çox yaxşı diqqət göstərirdi, çox yaxşı analıq da elirdi. Amma uşaqların gözləntisi bilirsiniz ki, bəzən daha yüksək olduğu üçün uşaq bunu daha çoxunu gözləyirdi, daha çoxunu istəyirdi. Və əsas diaqnozu isə diqqət əksikliyi, hiperaktivlik, eyni zamanda davranış pozuntusu da müşahidə olunurdu. Mən valideynlə danışdım ki, hər onun isterikası tutanda və ya tikləri tutanda skoraya çağırmağa ehtiyac yoxdur. Yəni təcili yardım çağırmayacaqsınız, ehtiyac yoxdur. Çünki o bunu eləyir ki, siz ona diqqət eləyəsiniz və işi yarımçıq qoyub qaydasınız. Artıq bunu Tourette kimi özünü göstərməyə başladı tikləri və o halda qorxudan nə eləyəcəyini bilməyib təcili yardım çağırırdı. Hər dəfə də təcili yardım derdi ki, bu psixolojiyadır, bu isterikdir. Bunun üçün təcili yardım çağırmaya ehtiyacı yoxdur. Amma valideyn yenə də qorxurdu, çünki təcrübəsiz idi. Valideyn işin qoyub yarımçıq gələn kimi bu uşağın bütün tikləri keçirdi. Doktor, hansı pasiyentlər nəticə əldə eləmir? Bu təcrübədə deyək ki, mən də rastlaşıram. Düşünürəm ki, yəqin ki, bütün həkimlər də rastlaşır ki, bəzən pasiyentlər nəticə görmür və mütləq ki, bununla bağlı həkimləri və ya psixoloqları, yəni tibb işçilərini günahlandırırlar. Ümumiyyətlə, nevroloji problemli uşağı olan anaların psixoloji durumlarının normal olmaması, güvənməmələri və s. bu normal haldır. Bu bütün dünyada var. Bəzi çox ağır nevroloji xəstələrimiz, epilepsiya, çox dirəncli epilepsiya xəstələrimiz var ki, hansı ki və yaxud altda yatan ciddi metabolik xəstəlikli uşaqlarımız var ki, degenerativ xəstəliklər var, get-gedə pisləşməyə gedən. Burada təbii ki, valideyni məmnun salmaq mümkün deyil və onlar tək Bakıda deyil, hətta mənim bir neçə ilə bir xəstəm olub ki, hansı ki, mən onu professoruma danışmışam Türkiyədə, sonra o bir başqa Türkiyədə həkimiyyə, sonra o professor ona da, hətta bunlar artıq belə beynəlxalq da çıxan xəstələrimiz olur və heç onlardan belə yardım istəyib də effekt ala bilməyəcək durumlar olur. Eləcə də autizmlı
uşaqların valideynlərində bir güvənsizlik, birincisi diaqnozu qəbul eləməmək, ikincisi sonra güvənmədim də bir başqasına gedim kimi hal. Yəni sadəcə burada çox normal qəbul eləmək lazımdır. Hətta mən bu günləri gedəcəm, indi 1 saatdan sonra bir xəstəyə baxacağam, hansı ki 3 il əvvəl mənim yanımda olub və indi yenidən məni axtarıb tapıb, itiribmiş, axtarıb tapıb və hətta yazılmışdı ki, düşündüm ki, artıq mən sizin illərdir yanınıza gəlməyəcəm deyə siz məni qəbul eləməyəcəksiniz. Yəni burada həkim elə şey yanaşma. Təbii ki, eləməməlidir. Niyə qəbul eləməyəcəm? Eləyəcəm əlbəttə ki. Yəni insan psixologiyası, valideyn, xəstə uşağı olan insan, valideynlərin psixologiyası müxtəlif olur. Gəzmələri, çox yorğun güvənməmələri, çox gəzmə, həkim görmələri və s. normal haldır. Sadəcə buna düzgün yanaşmaq lazımdır. Belə hallar təbii ki olur. Olmalıdır. Biz də müşahidə edirik, biz də çox rastlaşırıq bir psixoloji mərkəz olaraq. Bəzən görürük ki, pasiyentdə bir güvənsizlik yaranır. Məsələn, bu yaxınlarda bir pasiyent mənə deyir ki, Roza xanım, mümkündürmü ki, siz biraz seansları sürətləndirəsiniz? Məsələn, qızlarınızla danışın, mərkəzi mütəxəssisləri ilə və deyin ki, onlar elə eləsin ki, bu uşağın atası qoysun, davamlı gəlsin bu uşaq. Çünki o uşaq bu dəqiqə cümlə qurub danışmasa, atası artıq onu qoymayacaq gəlməyə. Və ya deyirlər ki, məsələn, olarmı ki, bu tutalım, əgər bunu 24 seansa həll eləyəcəksinizsə, bunu 12 seansa həll eləyəsiniz. Mən çox rastlaşıram. İstər bu bizim sahədə, istər digər sahələrdə biz istəyirik ki, yəqin ki, bütün tibb işçiləri hər biri istəyir ki, pasiyentə yaxşı nəticə versin və o pasiyentlər ən yaxşı bizim üçün, yəni deyək ki, üzümüzü ağlayan insanlar bizə də reklam eləmiş olurlar. Bizim işimiz də bundan getmiş olur. Sadəcə bəzi məsələlər var ki, orada düzgün müdaxilə lazımdır. Bir də əgər artıq həkiminizi tapmısınızsa, doğrudan da araşdırıb getmisinizsə, güvənmək lazımdır həkimə. Çünki bu işi onlar daha yaxşı bilirlər. İstər psixoloqa da güvənib gedirsinizsə, gərək maksimum şəkildə güvən yaradasınız. Güvən yaratmış olsanız, hər kəs də kompleks şəkildə işləyib nəticə əldə eləyəcək. Məsələn, adi bir uşağı olmayan insanlar baxıram ki, məsələn, deyir ki, mən illərdir müalicə eləyirəm, amma heç bir nəticəsi yoxdur. Deyirəm ki, içdiyiniz nə olub bu vaxta kimi? Deyir, Dufaston. Yəni, bu əgər tək progesteron qəbulu ilə bir insan hamilə qala biləcəksə və ya uşaq dünyaya gətirə biləcəksə, onda həkimə heç ehtiyac da yoxdur. Yəni, həkimin dediklərini birə-bir eləyən pasiyentlər düşünürəm ki, əgər doğrudan da həkim və ya psixoloq mütəxəssisdirsə, mütləq ki, yaxşı nəticə əldə eləyir. Şəhla xanım, çox sağ olun. Bu qədər səmimi çıxışınız üçün, əhatəli danışmağınız üçün və valideynlərin bilirəm ki, empatiya quran həkimlər çox xoşuna gəlir və insan olaraq da əvvəlcədən insan olaraq da çox yaxşı insansınız. Həkim olaraq da bilirəm ki, işinizdə çox peşəkar birisiniz. Çox sağ olun ki, bugün zamanınızı bizə ayırdınız. Uzun müddətdən sonra gözlədik sizi. Gözləməyə də dəyərdir. Təşəkkürlər. Mən də sizə çox sağolunu bildirirəm. Çox təkid elədiniz, amma yəni yaxşı ki, təkid elədiniz. Çox sağ olun. Çox xoş oldu sizinlə. Maariflənməlidir doktor. Mütləq şəkildə, ən düzgün şəkildə maariflənməlidir. Hər kəsə təşəkkür edirik. İzləmədə qalın. Qonağım bu günlərim həkim nevroloq Şəhla Bağırzadə və mən psixoloq Roza Kazımlı.